İndi bizə deyin görək. İbn Teymiyyə düz danışır ki, Həzrət Peyğəmbər seçmişdi. Yoxsa Ömər düz danışır? İkisindən biri yalançıdır. İbn Teymiyyə deyir ki, həmən o məsələdə ki, yazmaq istirdi və Həzrət Peyğəmbər yazmadı. Çünki insanlar şəkk eləmişdi. Yazmadı. Amma sonra yazdı. Kim idi? Əbu Bəkirin xilafəti idi. Təsəvvür edirsiniz? Yəni onların etiqadına görə, əhl-i-sünnə dünyasında ya, etiqadına görə Həzrət Peyğəmbər özündən sonra xəlifə seçmir. Həmin o hədisdə Ömər ki, bu hədis danışdığa. Ömər dedi ki, mən qalmışam, bilmirəm nə edeyəm. Öz oğluna dedi. Əgər xəlifə seçsəm, bu işi Əbu Bəkir eləyib. Çünki Əbu Bəkir seçdi axı Öməri. Əgər seçməsəm, Həzrət Peyğəmbərin yolunu keçmişəm və mən Həzrət Peyğəmbərin yolunu gedəcəm. Yəni seçməyəcəm. İndi bizə deyin görək. İbn Teymiyyə düz danışır ki, Həzrət Peyğəmbər seçmişdi. Yoxsa Ömər düz danışır? İkisindən biri yalançıdır.